Rəbbin ruhu məndədir. Çünki fəqirlərə müjdəni bildirmək üçün o məni məsh etdi. Əsirlərə azadlıq, körlara gözlərinin açılmasını elan eləmək, məzlumları sərbəstliyə buraxmaq, Rəbbin lütfilini bəyan eləmək üçün o məni göndərdi. Heç kim mənim qəlbimi belə dərindən duymadı. Qorxularım içində Cavan oğlan, qalx. Məni tək qoymadı. Sonsuz mərhəmətində yenə ümid tapdım mən. İsa'nın sevgisindən. Çünki Allahın padişahlığı sizindir. Nə bəxtiyarsız ey ac olanlar, çünki tox olacaqsınız. Nə bəxtiyarsız ey indi ağlayanlar, çünki güləcəksiniz. Mənim adıma görə insanlar sizə nifrət eləyəndə, qovub təhqir eləyəndə, adınızı pisləyəndə də nə bəxtiyar. Bugün sizinin də sevincdən atılıb düşün. Çünki göydə mükafatınız böyük. Bilin ki, onların ata-babaları da peyğəmbərlərlə belə rəftar edildi. İsa kimi heç kim sevə bilməz. Yıxıldığım anlar Mənə su ver için. Səndir Yahudi, mənsə Samariyalı bir qadın. Sən məndən necə su istəyə bilərsən? Əgər sən Allahın bəxşişini və mənə su ver için deyənin kim olduğunu bilsin, özün ondan su istəyərdin. O da sənə həyat suyu verər. Ağa, Bu sudan içən hər kəs yenə susuyar. Amma mənim verəcəyim sudan isə kim içərsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su mənbəyinə çevrilir. ağa, o suyu mənə ver ki, mən daha heç vaxt susamayım və su çəkmək üçün bura heç vaxt gəlməyim. Görürəm sən peyğəmbərsən. Ey qadın, mənə inan, artıq o zaman gəlir ki, atıya nə bu dağda, nə də Yerusəlimdə ibadət edir. Siz Samariyalılar bilmədiyinizə ibadət edir. Amma o zaman gəlir, artıq gəlib ki, atıya həqiqi ibadət edənlər ruhda və həqiqətdə ibadət edir. Ata da özünə belə ibadət edənlər axtar. Allah ruhdur və ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir. Bilirəm Dedim ki, və mən qurban deyim. Məsih gələcək Mərhəmət istəyirəm. və gələndən Sözünün sonra bizə hər şeyi mənasını bildirəcək. Çünki mən salihləri deyil, O, mənəm. günahkarları çağırmaq üçün gəlmişəm. İsa kimi heç kim sevə bilməz. Dünya qalıcı təsəlli verməz. O məni qaranlıqdan çıxardı, öz nuru ilə yolumu aydınlatdı. Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz. Mənim yeməyim, məni göndərənin iradəsini yerinə yetirmək, onun işini tamamlamaqdır. Məhsul bar verib, biçilməyə hazırdır.